konstitusiyasında. Aha. Bəs deyin görə İngiltərə-ABŞ müharibəsi ikinci müharibə. 12-14. 1812-14 hansı müqavilə ilə bitdi? Gent müqaviləsi ilə bitdi. Bu ABŞ-ın hansı əraziyə hücumuna görə başlamışdı müharibə? Kanadaya. Nəticəsi nə oldu Gent müharibəsinin? Kanadaya olan iddialarından çəkdi. Bu da ABŞ olan iddialarından. Ay, sağ ol, doğrudur. ABŞ Kanadaya olan iddiasını əl çəkdi, İngiltərə də ABŞ olan deyək ki, iddialarından əl çəkmiş oldu. Vətəndaş müharibəsi ABŞ-da 61-65. Kimin prezidentliyi dövründə? Abraham Lincoln'un prezidentliyi dövründə olmuşdu. Səbəbi nə idi vətəndaş müharibəsinin? Cavid. Bir. Mən Cənubla Şimal arasında uyğunsuzluq idi. Biri quldarlığı dəstəklədi. Şimal quldarlığı ləğv etmişdi. Cənub isə quldarlığı idi. Ona görə Cənub üsyan qaldırmışdı. Doğrudur. Şimalda qulluğu nəsə. Hətta 10 deyir quldarlığı ləğv etmişdi. Homesteadlər haqqında qanun 66. 62. ABŞ-da köləliyin ləğvi 63. Aferin. Abraham Lincoln hansı partiyadan idi? Respublika